Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin liderlərinin zirvə görüşünün gündəliyi sülh və təhlükəsizlik mövzularına həsr olunub. Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Today Press TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə sülh və təhlükəsizliyi təmin edən əsas vasitə gücdür və hazırki tarixi mərhələdə bu hərbi siyasi gücdür. Deputat qeyd edib ki, Azərbaycan öz təcrübəsində Qafqaza sülhü məhz hərbi, siyasi və diplomatik güc tətbiq edərək gətirib. Stat: Ona görə bu təcrübənin daha da genişləndirilməsi, Türk Dövlətləri Təşkilatını əhatə etməsi lazımdır. Çünki biz bilirik ki, hamının buna ehtiyacı var. Azərbaycan-Türkiyə, Azərbaycan-Qazaxıstan arasında bənzər hərbi təlimlər zaman-zaman keçirilir. Bütün Türk Dövlətləri Təşkilatını əhatə etməsi mənə elə gəlir ki, geniş mənada regionun təhlükəsizliyinin təmin edilməsi üçündür və bu heç kəsi narahat etməməlidir. Statın sonu. Hikmət Babaoğlu əlavə edib ki, əgər bu təşəbbüs kimisə narahat edirsə, onlar Azərbaycan təcrübəsinə baxmalıdırlar. Stat: Azərbaycanın güclü ordusu torpaqlarını işğaldan azad etdi. Amma işğalçılıq siyasəti həyata keçirmədi. Ermənistanın bir qarış ərazisinə də daxil olmadı. Məncə elə bu arqument kifayətdir ki, heç kəs bundan narahat olmasın. Statın sonu. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə çıxışı zamanı TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Dövlətimizin başçısı bildirib, ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Dövlətimizin başçısı bildirib. Stat: Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Statın sonu. Nicat Osman, Namiq Abbasov, Today Press TV.